Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz coğrafiya fənnindən miqyas barəsində olacaq. Bizə əhatə edən təbiətdə baş verən hadisə və prosesləri coğrafiya elmi öyrənir. Bu öyrənmə prosesi coğrafi məlumatların toplanmasından başlayır və daha sonra əldə olunan bu informasiyalar müxtəlif üsullarla, məsələn, mətn, qrafik, cədvəl və sair üsullarla təqdim olunur. Bu təqdim etmə üsullarından ən geniş yayılanı məhz kartoqrafik təsvirlərdir. Kartoqrafik təsvirlərin üç növü fərqləndirilir: plan, xəritə və qlobus. Yer səthində olan əraziləri kartoqrafik təsvir etmək üçün ilk növbədə onların ölçülərini kiçiltmək lazımdır. Bunun üçün miqyasdan istifadə olunur. Yəni, miqyasdan biz onun üçün istifadə edirik ki, hər hansısa ərazini xəritədə, qlobusda və yaxud planda təsvir etmək üçün həmin ərazini kiçiltməliyik. Və bu kiçiltmə dərəcəsini, kiçiltmə kəsrini biz miqyasdan istifadə edərək ərazini kiçildirik. Miqyas kartoqrafik təsvirlərdə həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərir. Və miqyasdan ilk dəfə qədim Yunan alimi Anaximandrın istifadə etdiyi düşünülür. Ümumiyyətlə, miqyasın kəmiyyətindən asılı olaraq təsvir olunan ərazilər genişlənir və ya kiçik olur. Kəsr kimi yazıldığına görə həmin kəmiyyət məxrəcdə yerləşir. Yəni, 1 bölünsün, məsələn, 25.000, 250.000. Aşağıdakı xəritələrdən bunları müşahidə edə bilərsiniz. Bu isə o deməkdir ki, yəni miqyas nə qədər kiçik olsa, ərazi bir o qədər böyük olar. Yəni, eyni ölçüdə olan xəritədə nisbətən geniş ərazi təsvir olunur. Aydındırmı? Bu halda miqyas kiçik hesab olunur. Miqyası göstərən, baxın, əksinə, miqyası göstərən məxrəzdəki kəmiyyət böyüdükcə ərazilər daha çox kiçilmiş təsvir olunur. Nə deməkdir bu? Yəni, baxın, miqyasın kəmiyyəti, tutaq ki, 1 bölünsün 1 milyon. Bu o deməkdir ki, daha böyük ərazi burada təsvir olunub, amma daha kiçik miqyaslı xəritədə. Və yaxud 1 bölünsün 25.000. Burada daha kiçik ərazi təsvir olunub, lakin daha böyük miqyaslı xəritədə. İfadə olunmasına görə miqyas 3 yerə bölünür: ədədi miqyas, izahlı miqyas və xətti miqyas. Gəlin, miqyasın növlərinin nə olduğuna baxaq. İlk öncə başlayaq ədədi miqyasdan. Ədədi miqyasın sürəti vahid olur, məxrəci isə coğrafi obyektin kiçilmə dərəcəsini göstərir. Və deməli, biz qeyd edirik ki, miqyasın burada məxrəci, yəni rəqəm böyüdükcə kiçilmə dərəcəsi də müvafiq olaraq çoxalır. Yəni, miqyas kiçilir. Bəzən biz ədədi miqyası adsız miqyas olaraq da adlandırırıq. Baxın, 1 bölünsün 5.000, 1 bölünsün 350.000, 1 bölünsün 6 milyon. Bu şəkildə yazılan miqyaslar ədədi miqyas adlanır. Ədədi miqyas izahlı miqyas şəklində də verilə bilər, metr və kilometrlə. İzahlı miqyas deməli nə oldu? Məsələn, baxın, 1 bölünsün 500 ədədin biz 1 santimetrdə 5 metr olaraq qeyd edə bilərik. 1 bölünsün 100.000-i 1 santimetrdə 1 kilometr olaraq qeyd edə bilərik. Baxın, burada nə edirik? Məsələn, 1 bölünsün 500. Burada 2 sıfırı silirik, yəni metrin 2 sıfırını silirik və 1 santimetrdə 5 metr qalır. Və yaxud 1 bölünsün 100.000-də həm santimetrləri, həm kilometrləri, yəni 5 sıfırı artırıq və 1 santimetrdə 1 kilometr qalır. Aydındırmı? Bu, ədədi miqyasın izahlı miqyasa çevrilməsidir. Həmçinin ədədi və izahlı miqyas qrafik şəkildə təsvir oluna bilər. Bu, xətti miqyas adlanır. Xətti miqyasa əsasən planda və xəritədə məsafələri hərcarla ölçüb həqiqi məsafəni təyin etmək olar. Xətti miqyasa aid nümunəni də sizə təqdim edəcəm. Baxın, burada ədədi, izahlı və deməli xətti miqyas, burada hər ikisi izahlı yazılıb, bu xətti miqyas olmalıdır. Xətti miqyas bu şəkildə, baxın, 1 bölünsün 100, bu ədədi miqyasdır.
Bunu izahlı miqyasa çevirsək olar 1 santimetrdə 1 metr və xətti miqyasa çevirsək, baxın, qrafiklər, intervallara baxın 1 metr. Aydındırmı? Bunu da təzədən qaytarsaq izahlıya 1 metr, ədədiyə 1 bölünsün 100. 1 bölünsün 1000, 1 bölünsün 100 min. Baxın, bunu tutaq ki, 1 bölünsün 100 mini həm 1000 metr, həm 1 santimetrdə 1 kilometr kimi qeyd edə bilərik. Baxın, qrafikdə də interval 1-dir və kilometrlə ifadə olunur. 1 bölünsün və yaxud da deməli 1 milyon kimi 1 santimetrdə 10 kilometr. Biz ədədi, izahlı, xətti miqyasları bu şəkildə fərqləndirə bilərik və birindən digərinə keçirə bilərik. Gördüyünüz kimi sadə məsələlərdir, elə də çətin, mürəkkəb bir şey yoxdur. Daha sonra, baxın, bayaq qeyd etdiyim kimi xəritənin, daha doğrusu miqyasın, deməli, kəmiyyəti böyüdükcə ərazi kiçilir. Baxın, Xəzər dənizinin ərazisinə diqqət edək. Xəzər dənizinin ətraf əraziləri burada Qara dəniz, Qırmızı dənizdən, İran körfəzindən tutdu, Şərqi Avropa düzənliyi, Qərbi Sibir düzənliyi. Bütün bu böyük ərazilər 22 milyon, bir bölünsün 22 milyon. Yəni daha kiçik miqyaslı xəritədə təsvir olunur. Amma baxın, Xəzər dənizini daha da yaxınlaşdırsaq, bu olacaq 1 bölünsün 10 milyon. Daha da yaxınlaşdırsaq, bu olacaq 1 bölünsün 6 milyon. Aydındırmı? Ərazi kiçildikcə miqyas böyüyür. Daha sonra keçək növbəti təqdimatımıza, hansı ki, miqyasın düsturlarına. Baxın, dəyərli izləyicilər, abituriyentlər, şagirdlər və dostlar. Biz miqyasın məsələlərini həll etmək üçün iki üsuldan istifadə edirik. Bir, məsafələrin təyini, bir də sahələrin təyini. Məsafələrin təyininin 3 düsturu var. Baxın, həqiqi məsafəni tapmaq üçün miqyas vurulsun xəritədəki məsafə, xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafə bölünsün miqyas, miqyası tapmaq üçün həqiqi məsafə bölünsün xəritədəki məsafə. Çox rahat, çox sadə. Bu düsturları yadınızda saxlayırsınız və qarşıda çıxan məsələlərdə düsturları yerinə qoymaqla məsələni həll edirsiniz. Bu məsafələrin təyini oldu. Sahələrin təyinində nə edirik? Həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun miqyasın kvadratı. Xəritədəki sahə bərabərdir, deməli, həqiqi sahə bölünsün miqyasın kvadratı. Burada ms olaraq düşür, səhv olaraq. Və miqyas bərabərdir kök altı həqiqi sahə bölünsün xəritədəki sahə. Bu da hesab olunur, deməli, miqyasın tapılması. Aydındırmı? Və aşağıda bunların izahları da qeyd olunur. Bu səhifəni skrində edə bilərsiniz ki, yadınızda daha yaxşı bu düsturlar qalsın. Gəlin, indi bir neçə nümunəyə diqqət edək. Məsələ həllərinə baxaq miqyas barəsində. Məsələn, yer səthində A və B məntəqələri arasında məsafə 1400 km. Baxın, bu nə oldu? Həqiqi məsafə. Bu məsafə 1 bölünsün 2 milyon miqyaslı xəritədə neçə santimetrə uyğundur? Deməli, bizim həqiqi məsafəmiz var 1400 km. Miqyasımız da 1 bölünsün 2 milyon. Bizə nə lazımdır? Xəritədəki məsafə. Gəlin, ilk öncə miqyası çevirək, deməli, nəyə? Bu ədədi miqyasdır, keçirək izahlı miqyasa. Burada necə olacaq? 5 sıfırı silərik və 20 km qalacaq. 1 santimetrdə 20 km. Deməli, biz 20 kilometrdən istifadə edəcəyik. Daha sonra, baxın, nə edirik? Düsturu yazırıq. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə bölünsün miqyas. Və verilən ədədləri qoyuruq yerinə. X bərabərdir 1400 km bölünsün 20 km və x bərabərdir 70 cm. Niyə santimetr? Çünki xəritədəki məsafə santimetrlə, həqiqi məsafə isə kilometrlə ifadə olunur. Bu qədər sadə. Digər məsafə həllərində məsafələri tapdığımız zaman yenə düsturlardan istifadə edərək düzgün cavabı tapa bilərik. İndi gəlin sahəyə aid olan bir məsələyə diqqət edək. Sahəsi 1296 km² olan inzibati rayonun xəritədəki sahəsi 36 cm² olarsa, bu xəritənin miqyasını tapın. Yəni, həqiqi sahə 1296 km², xəritədəki sahə 36 cm², miqyası tapmalıyıq. Düsturumuz necə idi? Miqyas bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. Kök altı. Salırıq hər ikisinin kök altına. 1296-nı bölürük 36-ya, edir 36. Kök altı 36 və kökdən də çıxır neçə? 6. 6 kilometr.
Bunu da miqyasa çevirib düzgün yazmaq üçün yanına kilometr və santimetrin, yəni 5 sıfırı əlavə edərik. Onlar 1 bölünsün 600 min miqyaslı deməli xəritə. Gördüyünüz kimi məsələ həllərinə də baxdıq. Ümid edirəm ki, mövzunu izah edə bildim. Digər məsələ nümunələrinə də baxaraq bildiyinizi təkmilləşdirə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.